Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Elm və Təhsil Nazirliyinin Nəbatat bağı tərəfindən müasir iqlim dəyişmələrinin Azərbaycanın qərb bölgəsinin bitki örtüyünə təsiri mövzusunda Respublika Elmi Konfransı keçirilib. 2 günlük elmi foruma Gəncə ilə yanaşı Bakı və Naxçıvanın elmi tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar bilavasitə və ya məruzələrini göndərməklə qatılıblar. Tədbirdən əvvəl Gəncədə fəaliyyətləri ekoloji məsələlər ilə bağlı olan elmi qurumların nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilir. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin böyük akt salonunda keçirilən konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən torpaqlarının bütövlüyü naminə canlarından keçmiş şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Konfransın aparıcısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəbatat bağının bitki ehtiyatları şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru Aynur Bayramova, Nizami Yurdunun alimləri adından tədbirə qatılan qonaqlara minnətdarlıq edib. O, konfransın proqramının zəngin olduğunu, Respublikanın istər qərb, istərsə də digər bölgələrində insan həyatı və fəaliyyəti üçün vacib olan ekoloji məsələlərin həllinə aid aktual mövzuları əhatə etdiyini vurğulayıb. Respublika konfransını giriş sözü ilə açarkən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, Gəncə bölməsinin sədri akademik Fuad Əliyev iştirakçıları salamlayıb. O, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibəti ilə bu yaxınlarda keçirilmiş təntənəli yığıncaqda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin elmimizin qarşısındakı vəzifələr və inkişaf istiqamətlərinə həsr olunmuş çıxışını tarixi hadisə kimi dəyərləndirib və dövlət başçısının öz nitqində səsləndirdiyi tariximizin, milli mənəvi dəyərlərimizin və dilimizin qorunması və elm adamlarının bu yöndə fəaliyyətlərinin keyfiyyətcə daha yüksək mərhələyə qaldırılması, eləcə də təbiət elmləri sahəsindəki tədqiqatların nəticələrinin istehsalata və insan rifahına xidmət edən digər sahələrə tətbiqi ilə ölkəmizin sürətli inkişafına yeni töhfələr vermək çağırışlarını alimlərimiz üçün bir proqram sənədi kimi xarakterizə edib. Akademik Fuad Əliyev həmçinin dövlət başçısının uğurlu beynəlxalq fəaliyyəti sayəsində qlobal ekoloji problemlər, o cümlədən iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın nüfuzlu söz və əməl sahibinə çevrildiyinə diqqət çəkib. Bu baxımdan alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərin həllinə öz töhfələrini verməyə çağırıb. Konfransın işinə uğurlar arzulayıb və bir ev sahibi kimi bu tədbirin elmi məqalələrinin Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi tərəfindən nəşr edildiyini bildirib. Gəncə Dövlət Universitetinin Botanika Kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Novruzov da bu mötəbər elmi forum münasibəti ilə alimləri təbrik edərək onun səmərəli keçəcəyinə inandığını dilə gətirib. O, antropogen amillər səbəbindən dünya miqyasında 21-ci əsrin təəssüf ki, təbiətə qarşı amansız davranışla seçildiyini bildirərək bu problemin qlobal ekoloji böhran vəziyyətinə gəldiyini vurğulayıb. Vaqif Novruzov qeyd edib ki, qlobal dünyanın tərkib hissəsi kimi planetin qarşısında duran çağırışların bilavasitə ölkəmizə də aidiyyəti var və bu baxımdan alimlər ümumbəşəri problemlərin mahiyyətinə dərindən varmaqla onların həlli istiqamətində səylərini birləşdirməlidirlər və ötən il Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi üzrə Bakıda keçirilən COP29 konfransı da
bu məsələlərə xüsusi diqqət ayırıb. Konfransın plenar iclasında həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəbatət Bağının direktoru Nizami Nağıyev, Bioresurslar İnstitutunun direktoru Dosent İmran Qasımov, Radiasiya Problemləri İnstitutunun professoru Elmixan Cəfərov, Gəncə şəhər Heydər Əliyev Parkının müdiri İlyas Məmmədov, Gəncə şəhər Ekoparkın direktoru Gülanə Əsədova, Dendrologiya Bağının direktoru Dosent Samirə Bağırova, Azərbaycan Dövlət Aqrar Universitetindən professor Nizami Seyidəliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutundan professor Ələddin Tağıyev, Azərbaycan Dövlət Aqrar Universitetindən professor Elxan Allahverdiyev, Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev, Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu Rizvan Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işçisi Elgün Mahmudov, Nəbatət Bağından Ramidə Quliyeva çıxış ediblər. Sonra konfrans işini Azərbaycanın qərb bölgəsinin bioloji müxtəlifliyinin müasir vəziyyəti, dərman əhəmiyyətli faydalı bitkilərin öyrənilməsi və səmərəli istifadə olunması yolları, nadir və nəsli kəsilməkdə olan bitkilər və müasir biotexnologiya, biomüxtəlifliyin qorunmasında introduksiya və reintroduksiya, qlobal iqlim dəyişmələri və onun floraya təsiri, ölkə ərazisində yaşıllığın qorunmasında landşaft dizaynının əhəmiyyəti və iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri mövzularını əhatə edən 7 bölmə üzrə davam etdirib. Respublika konfransının fəal iştirakçılarına sertifikatlar verilib. Konfransa ümumən 60 məruzə təqdim edilib. Həmin materiallar ayrıca kitab şəklində nəşr olunub.